27 oktyabr üçün ən doğru sevgi proqnozu Qoç. Bu gün ürəyin daha çox yaxınlıq istəyir. Gözlənilməz mesaj və ya görüş səni təəccübləndirə bilər. Məsləhət, duyğularını gizlətmə, səmimiyyət cazibəndir. Buğa, sevdiyin insanla sükunət və harmoniya günü olacaq. Tək olan buğalar üçün yeni tanışlıq ehtimalı var. Məsləhət, ürəyini aç, bu dəfə qarşı tərəf səni anlayacaq. Əkizlər, söhbətlərin dərinləşəcəyi gündür. Əgər qarşılıqlı anlaşma varsa, münasibət möhkəmlənəcək. Məsləhət, sözlərinin gücünə inan, sevgi dialoqlardan doğur. Xərçəng, romantik enerjilər səni bürüyəcək. Köhnə hisslər geri dönə bilər. Məsləhət, keçmişi bağışla, amma təkrarlama. Şir, sevgidə ehtiras və diqqət mərkəzindəsən. Qarşı tərəf sənin enerjindən təsirlənəcək. Məsləhət, qürurunu biraz kənara qoy, sevgi daha da böyüyəcək. Qız, sevgidə sakitlik və sabitlik axtarışındasan. Emosional sabitlik münasibətə dərinlik qatacaq. Məsləhət, dəqiqliyini qoruyaraq biraz da romantik ol. Tərəzi, gün sevgi ilə doludur. Cazibən artır, yeni biri səndən gözlərini çəkə bilmir. Məsləhət, balanslı ol, sevgi oyunu səndən tərəfdir. Əqrəb, hisslər güclənir. Sevgidə sirli və dərin bir bağ qurula bilər. Məsləhət, ürəyinin səsini dinlə, o bu dəfə səni yanıltmayacaq. Oxatan, sevgidə azadlıq və ehtiras bir arada olacaq. Qarşı tərəfə həddindən artıq nəzarət etmə. Məsləhət, azad sevgi ən gözəl sevgi olur. Oğlaq, sevdiyin insana qarşı məsuliyyət hissin artır. Münasibət ciddiləşə bilər. Məsləhət, səmimi addım at, gələcək üçün zəmin yaradaqsan. Dolça, gözlənilməz görüş və ya mesaj ürəyini sevindirəcək. Sevgi ani bir anda doğa bilər. Məsləhəlbini aç, kainat səni eşidir. Balıq, duyğuların dərinləşir, romantika zirvədədir, ruhunun səsi eşidiləcək. Məsləhət, sevgi hisslərini ifadə etməkdən qorxma. İstəyirsən bu sevgi proqnozlarını